Salam əziz tamaşaçılar. Respublikanın şimal zonasına qar yağır, yaxşı, güclü qar yağır. Axşamdan yağır. Dədə-baba vaxtında deyirdilər ki, fevralın, martın qarı bərəkətli olur. İnsanlar sevinirdilər. Bizdə burada Qafqaz dağlarının ətəkləridir. Böyük Qafqaz dağları. Dağlarda çoxlu qar yığılanda, həcm çox olanda insanlar sevinir ki, yayın ən qızmar vaxtına qədər su olasıdır. Bizdə Qarlı dağ deyilən dağ var. Çox böyük dağdır, yüksək dağdır. Azərbaycanla Rusiya sərhədində yerləşir. Bizdə dağın o tayı Dağıstandır. Dağıstandakı müsəlman qardaşlarımıza, bacılarımıza salam olsun. Allah oruclarını qəbul eləsin. Bu dağlarda, əsasən də Qarlı dağda yığılan qarın həcmi çox olur. Donur qalır və iyun ayına qədər, çox vaxtlarda iyun ayına qədər həmin dağın zirvələrində qar görmək mümkün olur. Qar da yavaş-yavaş əriyir, çayları su ilə qidalandırır. Mən də burada başqa insanlarda biraz başqa insanların dərdinə şərik olan, insanları dərk edən, başa düşən insanlar sevinirik. Kənd cəmaatı da sevinir ki, əkin-biçin üçün su olasıdır. İndi hərə öz həyətində bacardığı qədər əkir. Yanacaq sürtkü materialları bahadır. Maşın mexanizmlərin ehtiyat hissələri bahadır. Ümumiyyətlə, hər bir iş indi hal-hazırda həyat bahalaşıb. Amma buna rəğmən kənd cəmaatı beli əyri olur, əli yerdə olur, alın təri ilə yeri suvarır. Ona görə də bu qar indi hal-hazırda bizi çox sevindirir. Təkcə uşaqlar sevinmir, qar topuna, Şaxta babaya görə, Qaradama görə sevinmirlər. Biz də böyüklər də sevinirik ki, bu həcmdə qar yağır, maşallah. Bizdə taxıl sahələri var. Əvvəl Şəkiyə və Azərbaycanın bəzi bölgələrinə taxıl çox əkilən Cəlilabad zonasıdır. Füzuli istiqamətində olan o yerlərdir, ənənəvi taxılçılıq zonaları. Azərbaycanın Ukraynası adlandırılırdı. Taxıl indi əvvəlki qədər əkilmirsə də əkilir. Bu yorğan kimi qarın üstünə yağmağa xeyirlidir, faydalıdır. Sevinirəm deyə biraz uzun müddət danışıram. Videonu qısa etmək istəyirdim. Allah hamımızın evinə ruzu bərəkət yetirsin. Allah oruclarınızı, namazlarınızı, digər ibadətlərinizi qəbul eləsin. Özünüzdən müğayət olun. Allah qorusun hamınızı.